Gedəcəm Hüseyn tərəfə. Gedəcəm Hüseyn məclisinə. Nə qədər günahım olsa da gedəcəm Hüseyn məclisinə. O məsələ budur. Naümid olmayacam. Gedəcəm Hüseynin qapısında dayanacam, deyəcəm mən də gəlmişəm. Hürrün hadisəsi budur. Gəldi, dayandı İmam Hüseynin atla dayanıb, atdan da düşmür. Sözünə baxın. Deyir ki, Hüseyin, vəqət ateytükə müvasiyən lək bi nəfsi. Bunları deməmişəm sizə. Tərcümə eləmişəm. Deyir, Hüseyin, gəlmişəm canımı sənə qurban edeyim. Birbaşa söhbəti belə başlayıb ha. Hüseyin, gəlmişəm can qurban eləməyə. Can qurban eləməyə. Hür. Sonra nədir? İkinci söz. Əfə tərə zalikə li tövbə mimma kənə minni. Hüseyin, can qurban eləməyə gəlmişəm. Sözümün canıvıdır. Sözümün canıvıdır. Nədir? Mənim bu işim ki, qurban verirəm özümü sənə, bu tövbə sayılır. Tövbəni də belə eləyərlər, bədəl verərlər. Yəni, buna tövbə deyərlər. Buna tövbə deyərlər. Yaxşı. İmam buyurdu ki, inzil, otur aşağı. Otur aşağı, yəni düş. Qayıtdı ki, ağacan başa düşdüm, amma düşməyim. İcazə verirsən, sələ buradan da gedim döyüşüm. Xəcalət çəkirdi. Xəcalət çəkirdi. Vücudu əsirdi, deyir. Amma deyir, gedirəm vuruşmağa, sənin bir sözün var Hüseyncan. Deyir, sözün nədir, buyur. Deyir, Hüseyn, mən saraydan çıxanda, Kufədən çıxanda bir səs eşitmişəm. Deyir, nə eşitmişsən? Deyir, bir səs eşitdim, o da budur. Əbşir ya hür bi xeyrin. Xeyr, bərəkət sənə qabaqda gözləyir hür. Mən inanmadım. Fikirləşdim, bu iblisin səsi olar. Niyə? Mən özümə fikirləşdim ki, Zəhra balası Hüseynlə vuruşub adam xeyrə çata bilər. Hə, bax. Hanım Zəhraya olan məhəbbət ki, oradadır ya. Oradan başlayıb, ha. Nöqtə oradan başlayıb. Mən özümə fikirləşdim, mən Zəhra balası ilə gəlib üzbəüz durub xeyr tapa bilərəm. Fikirləşdim ki, bu iblisin səsi olar. İmam Hüseyin dedi, yox, iblisin səsi deyil, o qeybin səsi idi, bərəkətli səsdir. Sən xeyir tapdın. Deyir, ağacan, icazə verirsən, deyir, bəli, get. Getdi vuruşmağa. Gəldi, çatdı meydana. Meydana çatandan sonra bir şücaət göstərdi, o sərkərdə idi. Nə qədəsin qətlə getirdi, amma bir yerdə daha yıxıldı öz yeri. Yıxıldı da taqəti yox idi, gözlərini açsın. Gözlərini açmağa taqəti yox idi. Orada idi ki, 2 dənə əl gəldi, bunu qucaqladı. Hür özü deyir ki, tarixən belə nəql edirlər ki,